Əziz həmvətənlər, 2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı qələbəmiz ili kimi qalacaqdır. 44 gün ərzində Azərbaycan Ermənistanı məğlub edərək öz torpaqlarını işğaldan azad etmişdir. Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu tarixi qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Bildiyiniz kimi 30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi. Və faktiki olaraq Ermənistan bu danışıqlarda sadəcə olaraq vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Və birinci illərdə, prezidentliyim dövründə müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüquq norma və prinsipləri gözəl zəmin yaradır. Bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan sadəcə olaraq bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir. Və danışıqlarda iştirak etməklə sadəcə olaraq görüntü yaradır ki, elə bir ki, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edir. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində bütün demək olar ki, beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bizim üçün bu məsələnin həlli prioritet məsələdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, heç vaxt biz qondarma Dağlı Qarabağ Respublikasında müstəqillik verməyəcək. Heç vaxt hər hansı bir səs vermə orada keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim. Və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda açıq görürdüm ki, biz əgər güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik. Biz nə üçün birinci Qarabağ müharibəsində torpaqlarımızı itirdik? Ona görə ki, o vaxtki Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 92-ci ildə Şuşanın, Laçının, 93-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlı Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və bundan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdır, nizami ordu yaradılmamışdır. Cəsarətli, qəhrəman övladlarımız sadəcə olaraq qəhrəman kimi vuruşaraq şəhid olurdular. Torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bugün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım. Ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalıyıq.
və yaratdıq. Və artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Və iqtisadi müstəqillik, siyasi müstəqilliyimizi gücləndirdi. Daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edirdi. Bugün dünyada, dünya xəritəsində sözün əsl mənasında müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir. Və vətən müharibəsi bir də onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq. Hərbi yolla bu məsələni həll etmişik. Və ondan sonra siyasi yollarla qələbəmizi daha da möhkəmləndirmişik. Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Və son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi, güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək. Biz bu illər ərzində böyük nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda biz öz siyasətimizlə Ermənistanı zəiflətməliydik və bunu gizlətmirdik. Mən təkcə bugün bunu demirəm. 10 il bundan əvvəl demişdim ki, nə qədər ki torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik. Onları təcrid edəcəyik və bunu etdik. Baxın, indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, bütün bu yollar ölkələri birləşdirən, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir də demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq üçün, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün və bizim o təqdirdə əl-qolumuz bağlı olacaqdır. Bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdır. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox. Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə hazır idim ki, bütün şər böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi, güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etməkdir. Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Heç nəyi biz
hansısa məhfi formatda eləməmişdik. Demişdim ki, təcrid edəcək, etdik. Neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi. Telekommunikasiya xətləri Ermənistandan yan keçdi. Elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi. Digər tərəfdən, beynəlxalq arenada Ermənistanı ifşa etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində bütün demək olur ki, aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da məcbur olub həqiqəti əks etdirən münaqişə ilə bağlı qətnamələr qəbul etmişlər. Biz qoşulmama hərəkatına üzv olduq. O vaxt yadımdadır, bəziləri bunu səhv addım kimi qiymətləndirir. Məncə, mən bilirəm ki, bu düzgün addım idi və dərhal üzv olan kimi qətnamə qəbul elətdirdik. 120 ölkənin dəstəyi ilə, münaqişə ilə bağlı bizim maraqlarımıza xidmət edən qətnaməni və bugün qoşulmama hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik və onu da bir də demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf eləməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında qoşulmama hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı. Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bugün bu əlaqələr ən yüksək zirvədədir və İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdik. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim. Və sual verirdim ki, necə bundan sonra siz bu ölkə ilə əlaqələr qurursunuz? Necə sonra bu şəkilləri görəndən sonra siz onlarla görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə edilən cinayətdir. Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bugün bizim qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm iki tərəfli, həm üç tərəfli formatda çox gözəl əməkdaşlıq var. Azərbaycan, Gürcüstan, Türkiyə üç tərəfli formatı var. Azərbaycan, İran, Türkiyə üç tərəfli formatı var. Azərbaycan, İran, Rusiya üç tərəfli formatı var. Ermənistanın hər hansı bir ölkələrlə bu formatı varmı? Yoxdur. Bu bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı, heç bir avanturada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən ilk növbədə qonşulara qarşı heç bir təhribat xarakterli addım təşəbbüs olmayacaq. Və beləliklə hörmət qazanmışıq dünyada, regionda
qonşular arasında və ölkəmizi gücləndirmişik və bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir. Ona görə bütün bu faktorlar öz rolunu oynadı. Ermənistanın saxta təqdim etdiyi tarixi darmadağın etmişik. Beynəlxalq tədbirlərdə Kürəkçay sülh müqaviləsi haqqında kifayət qədər dolğun məlumat vermişik dünya ictimaiyyətinə. Hər kəs gördü ki, erməni xalqı Qarabağ bölgəsində sadəcə olaraq son 200 il ərzində yaşayır, köçürülüblər ora. Xocalıq həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Xocalıq haqqında son 17 ilə qədər kimsə danışırdı. Sanki belə bir cinayət olmuyor. Sanki bu soyqırım olmuyor. Çünki Ermənistan bunu ört-bastır etməyə çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyirdi. Necə ki, Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən balistik raketlərlə ateşe tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib. Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki, ola bilər. Bu da Ermənistandır. Ona görə Xocalıq həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik. Həm dövlət, həm Heydər Əliyev fondu. Və bugün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırım kimi tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kətlər haqqında həqiqətləri, halbuki bizim o kətlərə getmək, şəhərlərə getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat ora getmirdi. UNESCO hansı ki bugün bizə irad tutmağa çalışır ki, biz güya erməni dini abidələrini burada qoruya bilməyəcək. Halbuki bu yalandır. Bütün dinlərin abidələri Azərbaycanda qorunur. Bir dəfə gedib o torpaqlara, bir dəfə Şuşa məscidində olub, Zəngilanda dağıdılmış məsciddə olub, Ağdam məscidində olub, harada ki, ermənilər donuz inək saxlayırdı. İndi bizə irad tuturlar. Heç kimi bıraxmırdı Ermənistan oralara. Heç kimi. Hətta Minsk qrupuna sədrlik edən ölkələrin səfirlərini bıraxmırdı. Güclə, bəla ilə 2 dəfə biz nail olduq ki, Minsk qrupu fakt araşdırıcı missiya göndərsin işğal edilmiş torpaqlara. Sonuncu missiya 10 il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə getmişsiniz? Gedin ora, baxın. Qanunsuz məskunlaşma gedir. Bizim bütün şəhərlərimiz, kətlərimiz dağıdılır. Kətlərimizin, şəhərlərimizin adları dəyişdirilir. Tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir. Getmirdilər. Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın? Ona görə bütün bu işləri görərkən biz qələbə günümüzü yaxınlaşdırırdıq. Və əgər mənim çox sayılı əvvəlki çıxışlarıma nəzər yetirsəniz, görərsiniz ki, mən demişdim ki, hər gün, hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq. Və yaxınlaşdırdıq və bu müqəddəs qələbə anı gəldi. Müharibənin qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, müxtəlif region işləri ilə məşğul olan ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda bütün bu illər ərzində bir, necə deyərlər, tezis üstünlük təşkil edirdi bizə ünvanlanan sifarişlər arasındakı müharibənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb, mən təxminən bilirəm ki, və bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan, olmayan, bölgə məsələləri ilə məşğul olan, olmayan, hamı elə bir ağızdan deyirdi ki, münaqişənin
hərbi həlli yoxdur. Mən indi son illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam. Həm əlbəttə ki, bölgə ölkələrində, başqa ölkələrdə bütün bu səfərlər işıqlandırılır. Bir çox hallarda heç bölgə ilə bizim regionumuzla əlaqəsi olmayan hansısa mənim həmkarım deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən hardan bilirsən? Deyiblər ki, bax, bunu deməlisən İlham Əliyev. Deyiblər, müxtəlif dairələr, idarə etmə, dünya idarə etməsində fəal rol oynayan ölkələr, dairələr bunu deyirlər. Ki, belə demək lazımdır. Ki, bizi çəkindirək bu yoldan. Heç və bu olmasın. Status quo əbədi qalsın. Dəyişdirilməsin. Halbuki bəzən də deyirlər ki, status quo qəbul edilməzdir. Amma sonra bundan da, necə deyirlər, vaz keçdilər. Başladılar demək ki, status quo dayanıqlı deyil. Deməli, qəbul ediləndir. Amma bizim üçün qəbul edilən deyildir. Biz tək başına Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst qüvvələr qarşısına çıxmışdıq. Tək başına. Heç kim bizə sərf eləməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə belə cəhdlər oldu. Bir neçə dəfə hətta müəyyən saxtakarlıq edərək sənədlərin deməli tərtibatında güya səhvlər olubdur deyə bizi hansısa varianta təhrik etmək, sövq etmək çalışırdılar. Amma keçmədi, keçməyəcəkdir. Çünki güclü iradə var idi və var. Və Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Və torpaqlarımızın işğaldan azad edilməsi ən başlıca vəzifə idi. Və biz bu vəzifəyə doğru, bu hədəfə doğru inamla addımlayırdıq. Son illərdə vəziyyət gərginləşməyə başlamışdı. Çünki Ermənistan da artıq öz niyyətini gizlədə bilmirdi. Çünki danışıqların faktiki olaraq mənası itmişdir. Və təkcə bu son 2 il ərzində yox. Oradasa 5-6 il artıq mənası itmişdir. Ermənistan müntəzəm olaraq işğal edilmiş torpaqlarda hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam rayon ərazisində keçirilirdi. Bu təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi Ermənistanın rəhbərliyinin sözlərinə görə. Bizim mövqələrimizə qarşı hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu və o da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin ki, bəli, Azərbaycan bizim vertolyotumuzu vurdu, danışıqlar indi dayanmalıdır. Hər dəfə müəyyən irəliləyişə imkan yarandıqca belə təhribatlara əl atırdılar. Aprel döyüşləri Ermənistana dərs olmadı və bir neçə gün davam edən aprel döyüşləri kiçik də olsa bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə oturduldu. Torpaqlarımızın bir hissəsini biz işğalçılardan azad etdik. Göstərdik ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma dərs olmadı onlara. Aprel döyüşlərindən sonra o vaxtki Ermənistan rəhbərliyi demək olar ki, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu həqiqətdir. Amma sonra orada ya özləri təşkil eləmişlər, ya doğrudan da belə hadisə baş verdi. Polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı keçirildi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt əməliyyatı, Naxçıvan əməliyyatı, bu da bizim uğurlu əməliyyatımız idi. Böyük ərazini biz
götürdük, işğaldan azad etdik və zəbt etdik, strateji yüksəklikləri zəbt etdik. Yenə də dərs olmadı. Yəni, şans verirdik biz onlara, şans verirdik. 2018-ci ildə Ermənistanda, indi bəziləri bunu inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər. Dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi və mən dərinə getmək istəmirəm. Və biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək olar ki, bir ildən sonra bizə qarşı qəbul edilməz addımlar atıldı. Bizi faktiki olaraq aldatdılar, vaxt utdular, öz daxili problemlərini həll etmək üçün, daxili müxalifəti əzmək üçün, həbs eləmək üçün. Ondan sonra da nə oldu Azərbaycan xalqı yaxşı bilir. Qəbul edilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təhribat xarakterli hərbi əməliyyatlar. İyul ayında, avqust ayında və nəhayət sentyabrın 27-sində. Mən dedim, yetər artıq. İrəli və 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bugün Ermənistan ordusu yoxdur. Müharibə ilə bağlı müharibə dövründə mən əziz xalqımı müntəzəm olaraq məlumatlandırırdım və müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi və müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən məlumat da verilir. Yəni, bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində Azərbaycan ordusu, Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əskər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata keçirilmiş texniki imkanlardan istifadə edərək qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün olmayanı etdik. Düşməni məhv etdik. Düşmən ağ bayraq qaldırdı. Düşmən diz çöktü. Və şəhər kəndlərimizi, 300-dən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra qədim Azərbaycan şəhəri hamımız üçün doğma olan Şuşanı azad edəndən sonra və ondan sonra bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu. Kapitulyasiya aktına imza attı. Məcbur oldu və digər işğalda olan torpaqlardan geri çəkilməyə məcbur oldu. Müharibə arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi. Əyilməz iradəmizi göstərdi. Birliyimizi göstərdi. Müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Və əgər kimsə Ermənistanda bugün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa belə, elə dərsini alacaq ki, o 44 günlük müharibə yalan olacaq onun qabağında. Azərbaycan Ermənistanı məğlub etdi. Bunu bütün dünya
gördü, dünyanın gözü qarşısında bu baş verdi. Heç kim bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcək. Tarix versinlər bizə, tarix versinlər. Nə vaxt bizim torpaqlarımızdan Ermənistan işğalçı dövləti çıxacaq? Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq. Bugün Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Hər il mən xalqa müraciət edərkən Dünya Azərbaycanlılarını bu gün münasibəti ilə və yeni il münasibəti ilə təbrik edirəm. Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan Azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirlər. Mənə göndərilən minlərlə məktub arasında xaricdə yaşayan Azərbaycanlılardan da kifayət qədər çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm həmrəylik göstərdilər və bugün onlara müraciət edərək deyə bilərəm ki, siz fəxr etməlisiniz və fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının evladlarısınız. Bugün hər bir Azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın evladlarıyıq, nümayəndələriyik. Mən bütün soydaşlarımızı bu bayram münasibəti ilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqını ilk növbədə tarixi zəfər münasibəti ilə təbrik etmək istəyirəm. Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal edilmiş və azad edilmiş torpaqlarda hər şey dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, cənnət yaradacağıq Qarabağ bölgəsində. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq. Əziz bacı qardaşlarım, sizi yeni il münasibəti ilə, Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını böyük zəfər münasibəti ilə təbrik edirəm. Və istərdim ki, yeni il ərəfəsində biz hamımız birlikdə bizi qələbəyə aparan şuarı deyək. Qarabağ Azərbaycandır. Daha bir ilimiz tarixə, yaddaşa dönür.
Yeni təqvim ilinin bir addımlığında fikirlərimiz hansı yöndə çalınsa da 2020-ci il haqqında düşüncələrimiz eynidir, heç şübhəsiz. Çünki o ən böyük qələbəni gətirdi Azərbaycana. O qələbəni ki 30 ildən çox gözləmişdik yolunu. Gözləmişdik gələcəyinə, başımızı dikəldəcəyinə, qamətimizi düzəldəcəyinə də inanmışdıq. İnanmamız Çin oldu 2020-də. Sevindik, qürurlandıq, fəxr elədik. Təbii ki, qələbə asan qazanılmır və itkisiz olmur. Canları və qanları bahasına bu zəfəri Azərbaycana bəxş edən igidlərimizin çoxu elə 2020-ci illə birgə tarixə dönür. Tarixə dönsələr də heç zaman unudulmayacaqlar. Bugün də yoxluğunuza üzülərək, qəhrəmanlığınızla qürur duyaraq, sonsuz ehtiram və minnətdarlıqla yad edirik hər birinizi. Ruhunuz şad olsun. Üzümüzü şəhid ailələrinə tuturuq. Siz də başınızı dik tutun. Qürurla dayanın. Əgər sizin əzizləriniz dünyaya qeyrət dərsi keçiblərsə, düşməni diz çöktürüblərsə, bununla ancaq öyünün. Təsəlliniz isə bugün Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanan üç rəngli bayrağımız olsun. O bayrağın altında müdrik bir liderin ətrafında dəmir yumruq kimi birləşən xalqımız olsun. Bu xalqın dünya ilə bir adı olan Ali Baş Komandanı olsun. Məhz Müzəffər Ali Baş Komandan və şanlı Azərbaycan ordusunun qəhrəmanlığı bizi 2021-ci ilə Qarabağımızla birgə aparır. Biz yeni təqvim ilinə bütöv Azərbaycanla gedirik. İnanırıq ki, 2021-ci ildə qələbələrimiz, zəfərlərimiz daha çox olacaq. Və əziz tamaşaçılar, Cənab Prezident İlham Əliyev dediyi kimi, Qarabağ Azərbaycandır. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə qorxu dili ilə danışan bundan peşman olacaq. Biz dəfələrlə bəyan etmişik, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu həqiqətdir. Biz öz torpağımızda vuruşuq. Bugün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Ermənistan ordusunun bizim torpağımızda nə işi var? Əskər və zabitlərimiz düşməni torpaqlarımızdan qovur. Canı, qanı bahasına. İti qovan kimi qovuruq onları. İti qovan kimi Azərbaycan əskəri onları qovur. Və nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Qarabağ Azərbaycandır. Onların səngərləri də Azərbaycan əskəri dayanır. Onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük. Biz ədaləti bərpa edirik. Ərazi bütövlüyümüzü bərpa edirik. Azərbaycan xalqının ümidlərini doğrulduruq. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bax, belədir. Verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan? Verəcəksən, verməyəcək. Gəldik, götürdük. Və salam. Düşmən panikadadır. Düşmən isterikaya qapılır. Bizim qabağımızda Ermənistan acizdir. Bizim şəhidlərimizin ruhu qarşısında biz onlara diz çöktürmüşük. Başından elə zərbə vurduq ki, çətin ki ayılsınlar. Onların ordusunun texnikasını demək olar ki, məhv elədik. Ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bayrağımız bütün işğal edilmiş torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcək. Əminəm ki, bugün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ